Salam, mənim üçün bugün xoşbəxt gündür. Soruşsaz niyə? Çünki İsmailiyə gedirəm. Daha doğrusu İsmaili Qəbələ turumuz var. Artıq saat bilmirəm neçə, 5 neçə daha doğrusu. Bir mən oyağam, bir də bu qaqaş. Bir də qarğalar təbii ki. Artıq çatmışıq və maşınımızın gəlməsini gözləyirik. Tanıyanlar bilir, tanımayanlar da deyim ki, Sülh Plazanın yanıdır. Kim getmək istəsə hansısa rayona hər saat 5:30-da orada gözləsin bizi. Daha sonra yolda atışdırmaq üçün belə bir alış-verişlər elədik. İsmailiyə gedirib bu mahnıya qulaq asmamaq mı olar? Sizi köhnə günlərə, xatirələrinizə apardığıma görə özümə təşəkkür edirəm. Daha sonra biz səhər yeməyi üçün Şamaxıda dayandıq və bizim balaca dəcəlimiz var idi. Kimi çatan kimi çıxmadığı ağac, daş qalmadı. Sonra səhər yeməyimizi etdik, yağ, bal, qaymaq. Mən əminəm ki, bizlə bərabər şəhərdən gəlib olan hamısı və özümə belə kiçik sürprizlər eləməyi sevirəm. Bir anadır, əzəldən sənə, qartallar yurdu sana, İsmayıllı, dağlar bir anadır, əzəldən sənə. Bu qədər gözəl səsimdən mahnı dinlədiyiniz kifayətdir məncə. Amma sizə deyim ki, çox qəşəng düzəldiblər, yəni buranı. Düzdür, bura mənim ilk gedişim deyil. Çox insan var idi həqiqətən. Ətrafın gözəlliyi, yəni mükəmməl idi. Ətrafı gəzməyə başladı. Bu arada sizə bir sual verim. Bu dekorlarda şəkil çəkdirərsiniz. Yəni necə? Belə səyahətə getdiyinizdə düşünün ki, toyunuzdur, bəy gəlinsiz və gedirsiniz bu dekorlarda şəkil çəkdirməyə. Mən öz fikrimi deyim, əlbəttə ki, yox. Sizi bilmirəm, amma mən sadəliyi sevirəm. Amma dekorlar həqiqətən gözəl idi. Yəni getməmisinizsə gedib gəzib bir dəfə də olsa görməyinizi məsləhət görürəm. Heç nə də olmasa dağların səmaya, səmanın göllərə birləşməsini mütləq görməlisiniz. Və mənə elə gəlir ki, xüsusi olaraq bu yer bəylə gəlin üçün nəzərdə tutulur. Bura gəlib katamarana minməməkmi olar dedik və standartlardan kənara qalmadıq. Bu arada qiyməti 5 manatdır. Əvvəl elə bilirdim 20 manat, amma çox mükəmməl idi həqiqətən. Ən sevdiyim bu oldu deyə bilərəm.